Sizin qonşuluğunuzda yoxdur biraz bəzənib cəmiyyətə çıxan qadının üstünə pozğundu damğası vuran. O qədər var ki, o aktrisa güvənmir ki özünə, rolları seçir və yaxud da bu onun əxlaqına dəlalət eləmir. Əxlaqına dəlalət elədiyini düşünürsə, deməli onun özünün beynində problem. Dırnaqarası kişilər tinlərdə durub çayxanalarda çay içən bütün günü kişilər. Onlar da pozğun. Pulu ver, işini gördün. Yəni bu birbaşa, yəni o obraz fahişədir. Bunu biz başqa don gətirmək ehtiyac yox. Əxlaqsız qadın oynayır deyə yazan bir qadının bəlkə taleyini araşdırsan nələr çıxar. Elə kişinin də biz ölürük gizlidə eləməyi. Bütün əxlaqsız şeyləri, əxlaqlı şeyləri yaxşılıq eləyirlər. 4 dənə kamera ilə çəkilir. Üzr istəyirəm o avtobus mahnılarına qulaq asıb belə oxuyan deyilən bir şəbəkədə insanlar oturub qışqırırlar. Ağızlarına gələn danışmaqla pul qazanırlar. Heç bir zaman evimizə aparmayacağınız adamlar üçün əsəbləşməyin. Mən onların heç birini evimə daşımayacağam. Salam Zülfiyə xanım, xoş gəlmisiniz kinoruma. İstəyirəm ki, elə pərdəni birbaşa aralamayaq, elə açaq. Sizdən bildiyim qədərilə bir çox rejissorlar, aktyorlar qorxur. Bunun səbəbi nədir? Xoş gördük bu arada. Dəvətə görə təşəkkür eləyirəm. Açığı qorxduğunu ilk dəfə də eşidirəm. Qorxu deməzdim. Çəkinirlər. Mənlə işləyən aktyorlarda da yəqin ki, özləri də bunu etiraf eləyərlər. Yaxşı mənada məsuliyyət olur. O qorxu deyil, xoş məsuliyyətdir. Çünki mən işimə yanaşıram belə məsuliyyətlə, ciddiyyətlə. İncəsənətdəyəm deyə necə gəldi bu sahədə fəaliyyət göstərmirəm, bunu hamı bilir. Rejissorların qorxduğunu ilk dəfə də eşidirəm. Niyə qorxsunlar ki? Yəni bir növdə çəkinirlər, hansısa bir misal deyək ki, bir mizan təyin olunanda və s. Yox, heç nə. Heç gün mən ilk dəfə də eşidirəm yəni. Əksinə çox rahatçılıqla nəyisə təklif eləyirlər. Hətta ssenaridə olmayan bir şeyi də mizanı dəyişirlər və yaxud da təklif eləyirlər. Fikir mübadiləsi eləyirik yaradıcı adam kimi və qərara gəlirik. Yəni ortaq məxrəcə gəlib əsasdakı rejissorun dediyinə qulaq asıram. Eləyirəm nə lazımdır mizan, yəni təklif olunan vəziyyəti mütləq eləyirəm. İndi elə rejissorların danışmışkən istəyərdim ki, sizdə elə bir hal olubmu ki, o barədə danışasınız ki, bu ssenaridə bu yeri dəyişək, bu bura düz gəlmir. Bir növ rejissora ağıl vermək kimi. Yox. Kino komanda işidir də. Rejissora heç bir zaman ağıl verməmişəm. Ona görə yox ki, yəni düşünmüşəm ki, ehtiyac yoxdur, ona görə yox. Hər kəsin nəyəsə fikrə, məsləhətə ehtiyacı var. Mən daxil olmaqla, mən başda olmaqla fikir mübadiləsi eləmişik. Yəni ortaq məxrəcə gəlmişik. O nəsə deyib, mən də nəsə demişəm. Məlim belə olmasa, daha belə olsa yaxşı olar. Belə yəni ağıl vermək yox, amma məsləhətləşib ortaya çıxartmışıq da. Yəni bu normaldır da, iş prosesidir. Yəni konflikti gətirib çıxartmır. Heç bir zaman. Mən bəlkə də deyil 100% altına imzamı atıram. Ən rahat işlənilən aktrisayam. Hər mənada. Həm tapşırıq baxımından doğru işimi görürəm. Eyni zamanda da ki, mübahisəsiz, problemsiz, xüsusi ambisiyaları olmayan, bunu deyirəm, bəlkə də bu olacaq ki, niyə? Axı bizdə biraz nəyiləsə əldə eləyəndən sonra insanların xarakteri, xüsusiyyətləri dəyişir, belə qəribə bir şeylər qoyurlar, maddələr qoyurlar, bu olsa, bu olmasa. Məndə elə şey yoxdur. Necə başından gəlmişəm, elə davam eləyirəm. O loru desəm, sadəliyimi qoruyuram. Mən heç bir, yəni bir şəkildə bir konfliktə girmirəm. Çox rahatdır mənlə işləmək. Həm yaradıcılıq baxımından, həm insani xarakter keyfiyyətlərimə görə çox rahatdır. İşləyənlər bilir onsuz da. Misal üçün biz belə dünya kinosuna baxanda bilirik ki, Hitchcock daha çox aktyorlarla problemləri olub. Hətta bəzi müsahibələrində, çıxışlarında deyib ki, aktyorlar mənim üçün donuzdur. Bilməm, bəlkə necəsə əsəbləşsə hansı setdən sonra. Məsələn, sizdə olubmu elə bir konflikt ki, rejissor nə qələt elədim, mən bunu çəkdim bu rola, mənə bezdirdi, incitdi? Heç bir zaman. Yəni elə bir ki, bu sualın cavabını bir növ vermiş oldum da. Heç bir zaman. Əksinə, mən çox nadir hallarda rejissorla bircə dəfə işləmişəm. Yəni çox nadir hallarda da dəfələrlə işləmişəm, yəni sözümün canı odur ki, bir dəfə işləyəndə, ikinci dəfədə ikinci işində olmuşam, üçüncü işində rejissor var ki, bəli, rejissor var ki, 5 dənə, 4 dənə işində olmuşam. Bu da nədən irəli gəlir? Əgər sən konfliktli aktrisa olsan, işini bilməyən aktrisa olsan, sən rejissoru qane eləməyən,
belə deyim, yaradıcılığa, yəni malik olan aktris olsan, səni bir dəfə çəkəcəklər və çəkməklə də peşman olacaqlar, ondan da sağollaşacaqlar. Amma mən dəfələrlə işləmişəm rejissorlarla. Çox nadirən bir dəfə işləmişəm rejissorla. Ola bilər o da nadir hallarda. Bəzi aktrisalarımız var ki, sənətdən dəm vururlar, amma onları ucuz şou proqramlarda görürük, hansı ki, nə bilim, meyxana tədbirlərində və s. Daha sonra sənətdən danışırlar, nə bilim, belə siz demiş müəyyən qiymətlər oxuyurlar. Siz baxın bu aktrisalardan özünüzü necə görürsünüz? Yoxsa sizdə də belə bir şey var ki, pulva minnət ver, gəlim çəkilim. Yox, mən ümumiyyətlə aktyorun fərqi yoxdur aktrisanın. Belə deyim, müəyyən verilişlər var ki, onlara getməyinə qarşıyam. Düzdür, hər kəsin öz seçimidir. Biz bu dünyada heç kəsin seçiminə qarşı onları mühakimə, müzakirə eləyə bilmərik, amma mən qarşıyam. Bu insanı biraz necə izah edeyim, ucuzlaşdırır deyim. Rahat olaq. Yəni yox, ümumiyyətlə ucuzlaşdırır da. Nə mənada ucuzlaşdırır? Sən sıradanlaşırsan, adiləşirsən, sənin əsəbin, sənin stressin, sənin bütün mətbəxtin cəmaatın gözünün qabağında olur. Mən belə şeyləri sevmirəm. Mən özümə yaraşdırmıram və bunu eləmirəm. Ki mənə də dəfələrlə təklif olunub, amma eləmirəm. Məni ancaq tamaşaçı küçədə görə bilər. Hər növ nəqliyyat vasitəsində çox rahat gedib gəlirəm. Məni tamaşaçı sosial şəbəkədə görə bilər, şəkil paylaşımlarında və s. Və yaxud da bir video çəkərəm nəyinəsə bağlı, bir də yaradıcılıq işlərində görə bilər. Məni məsələn tamaşaçı mənasız şeylərdə çalışaram ki və çalışmışam ki, həmişə görməsin, o cür. Mənə görə deyil, hərənin öz yolu var da. İnsan mənə görə bir xarakter daşımalıdır, bir duruşu olmalıdır adamın. Bilməlidirlər ki, bu adama yaraşdırırlar, yaraşdırmırlar bunu. Məsələn, dediniz ki, rejissorlar çəkinir. Sizə nəsə söz deyəndə, yaradıcılıq baxımından yox. Amma müəyyən şeylər var ki, söz-söhbət yoxdur. Müəyyən şeylər var ki, onlar bilirlər ki, artıq kimlə hansı tonda necə danışmaq lazımdır. Ki, mən onlardan biriyəm. Elə ən başda gələnlərdən. Öz səviyyəmizi, xarakterimizi mütləq, xarakterimi. Birincisi, mən özümə söz götürən adam deyiləm. Yəni, söz götürməyi sevmirəm. Yəni, kim olursa olsun söz götürmərəm. Mən hər bir mənada, hər bir işə elə hazırlıqlı gedirəm ki, mənə ikinci, üçüncü söz deyilməməlidir. Bizdə Azərbaycanda belə aktrisalar var ki, xüsusilə dram oynayan artistlərimiz, nə bilim, hansısa bir növ Hollywood aktrisaların kopyaları, nə bilim, Kate Blanchett, Meryl Streep və s. Yəni, sizin də belə bir kopyaladığınız adam olur, hansı rol alırsanız? Heç kəs. Amma Kate Blanchett mənim ən sevdiyim aktrisadır. Amma kopyalamamışam, belə deyim, üzünü çıxartmamışam. Mən bir tamaşaçı olaraq bunu hiss etdiyim üçün müəyyən bir epizodlardan mı deyim? Yox, Kate Blanchett sadəcə olaraq çox dolğun aktrisadır. Daxili dünyası zəngindir ki, insan daxili dünyası zəngin olanda onun göz ifadəsindən bilinir. Amma təbii ki, sevdiyim aktrisalar var, heç birini. Mən özüm normal, yəni belə ifadə eləyim də, artıq yaradıcılıqla lap peşəkar səviyyədə məşğul olanda, lap peşəkar niyə deyirəm? Çünki Azərbaycanda bir dövr təbii ki, hamı bilir ki, incəsənət çox zəif, aşağı səviyyədə gedirdi. İndi işlər çoxalıb deyə yüksək səviyyədə artıq məşğul olmağa başlayıb da. İstər kamera önü adamlarda, kamera arxası və s. və s. Mən özümü belə deyim, tanıyandan, özümü belə təsdiq eləyəndən mən ancaq yəni özümü düşünürəm ki, heç kəsə oxşatmadan, heç əvvəl də oxşatmamışam, oxşatmadan yəni yoluma davam eləyirəm. Ehtiyac da yoxdur. Çünki mənim yəni ehtiyacım yoxdur. Amma sevdiyim aktrisalar var, əlbəttə, yəni onsuz olar, egoizm olar ki, mən heç kəsi sevmirəm. Ancaq özüm, bu egoizmə girir. Elə bir özünü ideallaşdırmısan, özünü bütləşdirmirsən, ancaq özümü sevirəm. Bu doğru bir şey deyil. Yəni, amma özümə heç kimə özümü oxşatmıram. Heç oxşatmağa cəhd eləməmişəm. Çünki var da məndə. Biz sizin ümumiyyətlə karyeranızı nəzər salanda sizi daha çox mənfi obrazlarda görürük. Yox, müsbət. Biz mənfi obrazlarda niyə görmüşük bəs? Siz necə bəs xatirimizdə elə qalıb? Yəni çünki mənfi obrazlar, çünki mənfi obrazımın biri 3 il davam eləmiş bir serial olub. Həyat Sənə Qəribəsən serialı olub. İllər öncə 2013-cü ildə Xəzər TV-nin efirində yayımlanıb. Ramin Nəbiyevlə Nacik Çelik Bərksoy olub rejissoru. Mənfi olub, 3 il gedib, günlük serial olub. Bu da artıq insanların hər gün görüb
öyrəşdiyi bir rol olub deyə elə gəlib ki, mən uzun müddətli mənfi oynamışam. Yox. Müxtəlif həyat hekayəsi olan qadınlar da oynamışam. Ümumiyyətlə Azərbaycanda mənfi damğası qoymağı rola çox rahatdır. Burdan bir bardağı götür, cibivə qoy, ehtiyacdan oğurla, deyəcəklər ki, mənfi roldur. Çox asan qoyurlar da rolun üstünə mənfi damğasını və yaxud da müsbət damğasını. 2 damcı göz yaşı axıt, deyəcəklər ki, müsbət və aleyhedici oynadı və s. Bu normaldır. Yəni tamaşaçı üçün normaldır. Rejissorlar sizə bu təklifləri eləyəndə hansı ki mənfi obraz? Özüm seçirəm. Onda siz belə deyək də daha çox ən azından mənim tamaşaçı mövqeyindən çıxış edirəm ki, fahişə olanı daha çox çəkirmisiniz. Bunu özünüz seçirsiniz ki, bu mənə daha uyğundur təbiətimə. Bir dənə. Məsələn, mənə göstər başqasını. Ki, əxlaqsız qadını Zəhər Tuluğundan başqa çəkilmiş. Zəhər Tuluğunda oynamısınız. Daha sonra düzdür, Mikrorayon serialında bu son dövrdə gedən efirə orada deyilsiniz. Başa düşürük. Bəyəm hər bəzənib cəmiyyətə çıxan, saçına daraq çəkən qadın. Amma nəyə görə sizə bu rollar yüklənir? Yəni yoxsa yüklənmir, sadəcə olaraq tamaşaçının beyni, bəzilərinin beyni özü əxlaqsız işləyir. Yəni mən biraz düşündüyümü danışanam. İnsanların beyni sizin qonşuluğunuzda yoxdur biraz bəzənib cəmiyyətə çıxan qadının üstünə pozğundu damğası vuran. Təbii. O qədər var ki, dırnaqarası kişilər tinlərdə durub çayxanalarda çay içən bütün günü kişilər. Onlar da pozğun o qadının dalıcan danışanı. Ona görə cəmiyyətdə biz çox gözəl bilirdik ki, bu gedişat bunu aparacaq. Cəmaət bunu düşünəcək. Elə ssenarinin də, çəkiliş belə deyim, rejissorun da, yəni həlli məsələ, bütün bu prosesin hamısı ona xidmət eləyirdi ki, insanların avtomatik olaraq beyni qarışır ki, bu gedir hər gün və s. Hər bəzənib bəyəm qadın illa qab yuyursa, yeri təmizləyirsə, mütləq baxımsız olmalıdır, saçına daraq çəkib vurmamalıdır. Və qəşəng qadınsansa, sən gözə gəlimli qadınsan, hündür boylu, buxunlu, cəlb eləyən qadınsansa, sən 2 dənə daraq saçına çəkən kimi avtomatik olaraq gözəl görünürsən, sənin də üstündən damğanı vurmaq çox rahat olur. Yəni ona görə mən bir dənə Zəhər Tuluğuna çəkilmişəm. Mənim indi siz danışdığınız xatirimə gəldi. Siz bir festival filmində də səhv etmirəmsə, 2011-ci ildə Tabutun Yelləncəyi. Tabut düzəldən Yelləncəyi. O da qısa metrajlı film olub. Hər bir halda bu olub və biz bunu artıq belə deyək də, biz bunu onlaynda görmüşük. Yox. Hətta onun belə xarakteri, yəni necə izah eləyim ki, yəni orada üzr istəyirəm, mən obrazdan danışıram. Birbaşa təbii ki, obrazdan danışıram. Tuluğu ver, işivi gördü. Yəni bu birbaşa, yəni o obraz fahişədir. Bunu biz başqa don gəndirməyə ehtiyac yoxdur. Yəni Zülfiyə xanım da bunu oynayıb. Hə. Zülfiyə xanım görün özünə aktrisalar içində, yəni bu mən bəzi sözləri danışanda hər zaman başımdan cavab deyəm də özümə. Gör nə qədər mən özümə güvənirəm ki, öz əxlaqıma, öz tərbiyəmə, həyat tərzimə, bu incəsənətdə gəldiyim yola o qədər güvənirəm ki, həyatda. Mən istənilən rolu götürüb oynaya bilərəm. O aktrisa güvənmir ki, özünə rolları seçir və yaxud da bu onun əxlaqına dəlalət eləmir. Əxlaqına dəlalət elədiyini düşünürsə, deməli onun özünün beynində problemi var. Mən çox rahat uşağını atan qadını götürüb oynaya bilərəm. Məsələn. Ögey ananı da oynamısınız mən bilirəm. Bəli, çox rahat götürüb oynaya bilərəm. Çünki mən Zülfiyə Qurbanova olaraq bilirəm ki, həyatda mən nə qədər vicdanlı, nə qədər ağıllı, nə qədər mərhəmətli insanam və həyat da bunu təsdiqləyib ki, mən nə qədər heç çox adamın malik olmadığı, çox adamın ömür boyu ölənə qədər qazana bilməyəcəyi yüksək şeyə, daxili şeyə malikəm, insanlığa malikəm. Mən insanlığa malik adamam. Yəni, bir var sən cəmiyyət oynayırsan insanlığı, bir də var sən tək qalanda vicdanınla bilirsən ki, sən doğrudan da vicdanlı adamsan. Sən vicdanını tərəziyə qoyub, çətinlik olmayana qədər ölçə bilməzsən. Bilə bilməzsən ki, sənin vicdanın hansı dərəcədə yüksəkdir. Mən deyə bilərəm, mən çox vicdanlı adamam, dara düşməyənə qədər. Amma sən dara düşəndə artıq bilirsən ki, sən doğrudan vicdanlısan, yaxud da vicdanın aşağıdır sənin. Onu yəni, o düşməyən, şərait onu gətirməyənə qədər bilə bilməzsən. Mən istənilən rolu çox arxayınlıqla yenə deyirəm. İstənilən rolu oynayıram. İstənilən ərin atmış qadını, əqrəbdə. Məsələn, mən özüm sadalayıram da, icazə ver də bir sual verirsən. Əqrəb mövsümündə ərinə xəyanət eləyən qadını. Çünki mən ömür boyu belə şeyləri eləmərəm. Onda kimdən görüb götürürsünüz də bunu qonşuluqdan falan? Bəs cəmiyyətdə bu şərh yazan tamaşaçı var. Bu tamaşaçıların şərh yazıb qızışıb ortaya düşən tamaşaçılar var. Elə bunların içindən olur da çoxu.
əxlaqsız qadın oynayır deyə yazan bir qadının bəlkə taleyini araşdırsan nələr çıxar. Elə kişinin də arxasında nələr çıxar, yəni. Ona görə əlbəttə cəmiyyətdən götürürsən, müşahidə eləyirsən, tanıdığın var, tanımadığın var, eşitmisən, müşahidə eləyirsən, öz yaradıcılığı qatırsan. Yəni mən istənilən qadını, ərinə xəyanət eləmişdən tutmuş, uşağını tək saxlayan, əziyyətlə böyüdən, məsələn, küçədə durub dilənəndən tutmuş, məsələn deyirəm, müxtəlif xarakterli qadınları çox rahatçılıqla götürüb oynayıram. Çünki özümü tanıyıram, məni tanıyan tanıyır. Özümə arxayınam. Bilirəm ki, mən rolu oynamaqla mənim adımın üstünə bir dənə belə güldən ağır söz qoyulmayacaq. Kimsə orada götürüb şərhin içində yazmayacaq ki, tanıyıram belədir. Məsələn, onu yazan adamı qulaqlayırsan, aparırsan dövlət orqanına. Gəl otur qarşımda. Çox rahat bir şey. Siz biraz emosiyalara qapılırsınız. Mən emosional adamım. Danışdıqca qızışıram. Bu məsələdə səhv etmirəmsə bu yaxınlarda bir storydə paylaşmışdınız ki, bu mikrorayonla bağlı hansı damğa. Siz o damğadan onda narahatsınız? Çünki siz aktrisansınız. Yox, narahat deyiləm. Amma mənə insanların hələ də kinonun bu qədər inkişafa getdiyi qədər, aktyorluğun bu qədər artıq belə deyim də sıradan olduğu bir vaxtda tamaşaçının hələ də bu qədər belə dar çərçivədə düşünmək mənə qəribə gəlir. Fikirləşin bunlar harda yetişir? Yəni xaricdə olar, başqa aktrisa eləyər, onu biz qəbul eləyərik, amma Azərbaycanlı yeyə bilmirik də, hə? Məsələn, şərh yazın. Necə yaraşır, eynicə səviyyə yerdədir. Üzr istəyirəm. Biraz deyəcəklər ki, bir də tamaşaçının bu sözündən heç bir zaman xoşum gəlmir. Həmişə də bunu deyirəm. Biz elədik aktrisa. Mənə deməyiblər ümumiyyətlə. Eləyə bilsəz istedadsızları eləyərdiniz. Deməli, məsələ istedad məsələsidir. Deməli, işin haqqını vermək məsələsidir. Zülfiyə xanım, onda sizin belə deyək də istedadınız daha çox bu kimi obrazlarda önə çıxır da. Yəni digər Yox. çünki tamaşaçı siz necə belə xatırlaya bilər? Deməli baxır, görür. Tamaşaçı məni sevgi üstündə mübarizə aparan, Həyat Sən Nə Qəribəsən də Ağca rolundan tanıyıb, sevgisi üstündə kənarda mənfi görünə bilər, amma sevgisi üstündə deyir, müharibə ilə sevgidə bütün yollar mübahdır. Keçərlidir, bütün vasitələr. Sevgisi üstündə mübarizə aparan bir xanımı görüb. Mübarizədir də. Fərqi nədir? Sevir mübarizəsini aparır. Başqa bir işdə ərinə xəyanət eləyən bir qadını görüb. Başqa bir işdə hansısa bir kişinin əməyi nəticəsində, dırnaqarası əməyi nəticəsində əxlaqsız yola düşən bir qadını iradəsi zəif olduğuna görə əxlaqsız yola düşən bir qadını görüb. Hansısa bir filmdə və yaxud da serialda, indi ümumiləşdirib deyirəm, uşağını tək saxlayan, dırnaqları ilə çörək qazanan bir qadını görüb. Hansısa bir işdə Xocalıda qaçqın düşən, köçkünlük həyatı yaşayan, uşağını dünyaya gətirəndə həlak olan, vəfat eləyən qadını görüb. Müxtəlifdir, hansını da, yəni sadalayım, hamısı da yadda qalır. Yəni baxın bu belə deyək də, rejissor gəlir, sizə deyir ki, misal üçün da sən sadəcə tamaşaçı özünü bəzən aktyordan aşırı dərəcədə ağıllı bilir. Fikirləşir ki, bu aktrisanı necə incidə bilərəm buraya. Axı tamaşaçı olmazsa siz də olmamalısınız onda. Tamaşaçı, mən də olmasam tamaşaçı olmayacaq da demək ki. Nəyə Siz baxsan. aydın məsələ, amma siz olmamalısınız. Mən səmimi, mən o cür bərbad, o cür beyni dar düşüncədə olan şərh yazanı mən öz tamaşaçım hesab elə biləm. Üzr istəyirəm, yəni. Mən öz tamaşaçımdan görmürəm. Mən hansı tamaşaçını tamaşaçı görürəm? Təriflədiyinə görə yox. Hətta ora tənqid də yazsa ki, Zülfiyə xanımın elə bil bu rolu o birindən zəifdir. Kimin işə toxunan tənqidi rəy yazsa, onu tamaşaçımdan görürəm. Və yaxud da yazır, Zülfiyə xanımı filan işlərində baxmışam, bu işdə də baxmışam. Necə fərqlidir? Fərqi hiss eləyən tamaşaçını görürəm. Amma üzr istəyirəm, o avtobus mahnılarına qulaq asıb belə oxuyan və dar düşüncədə mənə şərh yazan, mənim ünvanıma şərh yazan tamaşaçını mən öz tamaşaçımı hesab eləmirəm. Onda sizə daha çox kütbeyinlər yazır da bu şərhlər, mənim şərhlər. Yox, çox nadir olur, görürəm də. Nadir. Mən də xoşlayıram adama cavab verim. Belə hallar olur ki, belə tutur da adam istəyir ki, ona cavab versin. İndi bildiyim qədər siz bir neçə festivallara gəlib iştirak eləmisiniz. Azərbaycanın nadir aktrisalardansınız ki, özünüz gəlib iştirak eləmisiniz. Digər aktrisalar niyə çıxa bilmir? Təsəvvür eləyin ki, sözünüzü üzr istəyərək kəsirəm. Rasim Cəfərlə mən Rotterdamda Beynəlxalq Rotterdam Film Festivalında Fiprezzi mükafatı almışıq. Fiprezzi.
almışıq. İndi bəlkə adını düzgün demirəm, amma düz deyirəm. Press almışıq. Bu da dünya tənqidçilərinin ümumiləşdirib deyim, yekdilliklə Azərbaycan, yekdilliklə dünya tənqidçilərinin yekdilliklə hansısa filmə verdikləri mükafatdır. Elə həmin bu film danışdığımız Yox. Bu başqa Mövsümün sonu eyni filmi. rejissorundur. Bəli, Elmarın. Sizcə onun altında şərhi nə yazılmışdı? Nə qədər verib görəsən mükafat alıblar? Hollandiyada yazırlar ki, mükafata nə qədər pul veriblər? Deyirsiniz ki, elə hal yoxdur festivallara, yəni müdaxilə olunsun, pul verilsin, Azərbaycan filmini çək qabağa və s. Çünki Bizim üçün yoxdur da. Bəlkə kimsə eləyib bilmirik, biz eləməmişik. Biz alnı açıq getmişik, kişi kimi də mübarizəmizi aparmışıq. Mükafatımızı almışıq, gəlmişik. ola bilərmi rejissor onu özü eləyib, sizin heç xəbəriniz yoxdur? Şəkildə. Elmar o qədər savadlı, o qədər işini bilən və o qədər peşəkar rejissordur ki, hazırda da tam metrajlı Çərtkənin Öpüşü filmi də gedir dünyada festivallara. Mən çəkilməmişəm, başqa aktyorlar da. Amma olsun, çox mükəmməl film də Azərbaycanda gəlmişdi. Nümayişinə baxdım, heyran oldum da filmə. Yəni bunu yazan tamaşaçıdır da. Yəni ora belə bunu yazıb. Mən nə gözləyim ondan? Amma Mən keyfiyyətli tamaşaçı sevirəm. 5 dənə olsun, keyfiyyətli olsun. təsəvvür edin ki, siz doğulsaydınız elə Hollandiyanın özündə və belə bir filmlər çəksəydiniz, yenə də belə bir şey yazılsaydı. Yazılmayacaqdı. Ora başqa cürdür. Onlar daha çox belə deyək, seksuallığı təbliğ edirlər ona görə. Onlar ümumiyyətlə o qədər inkişaflı, o qədər incəsənətə açıq. Biz filmlərimizin nümayişindən sonra orada çıxırdıq, söhbət olurdu da, danışıq, suallar, cavablar. O qədər gözəl qarşılayırdılar. O qədər gözəl, yəni suallar verirdilər, düşündürücü, analiz eləyirdilər. Yaş həddi yox idi. 80 yaşında, 70 yaşında adamlar gəlib izləyirdi. Sizin sözünüzdən belə çıxır ki, Azərbaycan tamaşaçısı aktrisanı fahişə görür. Yox. Yəni o damğanı vurur. Aktrisalığına məşğulsansa, mən o qızı almaram sənə. Mən elə bir şey eşitməmişəm. Bu fərdi yanaşmadır. Yəni mən aktrisayam, kimin nə ixtiyarı var mənə artıq bir dənə söz deyə. Bu fərdi yanaşmadır. Yəni onun özünə. Yəni ailə tərəfindən də təsir olmur ki, sən nə edirsən bu aktrisalıq nəyə lazımdır? Biz həkim olun. Yox, mənim ailəmdə anam incəsənət adamı olub, əksinə dəstəkləyib. O hansı qızı, hansı tərbiyədə yetişdirdiyi qızı incəsənətə göndərdiyini bilib. O bilib ki, bu qızı göndərib, bu qız dırnaqları ilə incəsənətdə baş çıxardacaq. Mənim anam arxain olub, ona görə göndərib, yaxşı mənada da. Yox, mən düşünmürəm ki, görür. Əgər sənin əxlaqında pozuqluq varsa, yəni sənin tərbiyəndə, həyat şəraitində, yaşayış tərzində, sənin ayağında sürüşkənlik varsa, sən istənilən peşədə onu eləyəcəksən. Bir də incəsənətdəki yazıq adamlar. Gecə saat 12-də birdə çəkilişdən çıxırıq, ağzımız yerə dəyə-dəyə, yorğun. Basırıq özümüzü taksiyə, evimizə qaçırıq. Kimi deyərdilər artıq həyat qayğılarımız, ailə üzr istəyirəm, ailə qayğılarımız o qədərdir ki, yaşayış, problemlərimiz o qədərdir ki, heç kimi yəni elə şeylər yandan düşmür. Başqa ayağı sürüşkən qızların bu sahəyə gəlib qiymətini qaldırmaq üçün, dəyərlərini qaldırmaq üçün bu başqa işlərlə məşğul olurlar. Gəlirlər sadəcə aktrisalığın belə libas altına girirlər. Bəli, qiymət dəyəri qaldırmaq üçün xidmət göstərirlər. Güya bunlar bu sahədədirlər ki, bu sahədə deyirlər, nə işlə məşğuldular. Bu sahədə olan səhər girir teatra məşqinə, 2-3 dənə məşqinə, axşam qaçır çəkilişinə, gedir evinə girir. Mən belə görmüşəm. Teatrda belə deyək də çıxış eləməyən bizim aktyorlarımız var ki, bunlar özləri imtina edir. Onda onların peşəkarlığına şübhə var yoxsa necə? Teatrlarda gözləyir ki, filmdən filmə bundan sonra rol gələcək, onda çəkiləcək. Əksər filmlərdə çəkilən aktyorlarımız teatr köklü aktyorlardılar. Yəni teatrda olmayanlar da var, hansı gözləyib imtina eləyənlər də var. Kimlərdə olar sayın? Misal Hikmət Rəhimov. Hikmət özü teatr kökündən gəlir. Amma imtina eləyib. Hazırda imtina eləyib də Hikmət. Nəyə görə? Amma belə çıxır ki, indi o bilir. Belə çıxır ki, özünün onun səbəbləri olub da, yəni ki, özü daha yaxşı bilir. Biz heç kimdən ağıllı deyilik. Özü bilir. Amma Hikmət çox istedadlı teatr sahəsində də istedadlıdır və s. İnsan var ki, artıq rahatçılıq. Hikmət teatr köklüdür. Yəni və universitet təhsillidir. Təhsilli. Təhsil önəmlidir də, yəni deyirsiniz ki, bu. Zamanla anlayıram ki, çox önəmlidir. Çox önəmli. Öz fəaliyyət dərəcəsində məşğul olanda sən artıq heç nəyə xidmət eləmirsən. Rolların bir-birinin sürətini çıxardır, adlar dəyişir, öz fəaliyyət səviyyəsində məşğul olursan. Yəni çox nadir olur ki, fövqəladə istedadı olur kiminsə.
Onlardan biri də sizə kimdir? Yəni bizim sektorda, belə deyək, kinoda. Bilmirəm, özünü inkişaf elətdirənlər var da. Düşünün, yəni onların filmlərinə çəkildikləri ola bilər, bəlkə də. Filmlərinə. Hə, film ola bilər, serial ola bilər. İndi siz öz işlərinizi daha yaxşı bilirsiniz. Hansı misal üçün aktyor ola bilər, Mən rejissor tərəf bilirəm ki, müqabili. Emilin incəsənət təhsili yoxdur, Emil Quliyevin, amma çox gözəl rejissordur. Son filmində oynamısınız da bizim. Bəli, oynamışam deyə demirəm. Yəni oynamasam da düşünərdim. Çünki əvvəlki işlərinə baxmışam, pərdəyə baxmışam, o biri mən burada tək olmuşam. Amma bir çox tamaşaçı deyir ki, misal üçün pərdədə nə ssenari var, nə bir şey, hətta onu kino adlandırmırlar da. Yəni belə deyək də. İncəsənət ümumiyyətlə müzakirəyə açıq sahədir. Hər bütün sahələr kimi, xüsusən də incəsənət adamları necə məni müzakirə eləyirlər işlərimdə, rejissor işində müzakirə eləyə bilərlər. Çox normal bir şeydir. Yəni onda belə bir qayda yoxdur da ki, deyəsiz ki. Bilirsiniz necə? Şablonlaşmış məsələdir. Deyir, pul deyiləm ki, hamının xoşuna gəlim. Şablonlaşıb, amma bilmirəm ona uyğun hansı məsələ. Hamının xoşuna gələ bilmərəm ki. Bu müsahibəyə baxıb kimsə deyəcək ki, Zülfə Qurbanova niyə belə danışdı? Əlini niyə qaldırdı? Amma biri deyəcək ki, Zülfə Qurbanova özü kimidir, təbiidir, düzgün danışır, məsələn, fikirlərini gözəl ifadə edir. Yəni bu müsahibədə belə nəsə qüsur axtaran olacaq. Ona görə də heç kəsin xoşuna gəlməyə çalışmıram. Hələ bundan sonra ümumiyyətlə. O bizdə belə bir şey var. Deyir ki, sən niyə özünü belə deyək də öldürürsən, dağıdırsan ki, mən bu deyiləm, mənə bunu yaxmayın. Siz bir növ bu dəqiqələ görsənsiniz ki, yo mən o gözlə baxmayın falan. Biz tamaşaçı olaraq sizin obrazlarınızı tənqid edir. Yəni Zülfiyə xanımı yox. Sən niyə görə bu qədər bu rola çəkirsən? Mən başqa rolda özünü sınaya bilməzsən. Yox, siz tamaşaçı olaraq obrazı tənqid eləmədiniz. Siz keçidi bir aktrisa olaraq sözdən söz tutan, mətinaltı mənaları 100 yerdə işləyən adamam da. Yəni hekayəni işləyirəm, sözün vurğusu orada getdi, vurğusu burada gedəndə nə mənaya gəlir? Sizin sualınız belə oldu. Deməli, tamaşaçı aktrisaya pozğun gözündə baxır. Demədiniz, tamaşaçı oynadığı bəzi rollara görə belə baxır. Bu cümlə quruluşu ilə onun arasında yerlə göy qədər. Yox, mən demək istədim ki, yəni aktrisalığı, ümumi aktrisalığa bəzi tamaşaçılar sözsüz baxır onu fahişəli görürlər. Mən də bəzi sahədəki adamlara pozğun kimi baxıram. Yox, sözsüz hər sahədə bir pozğun tapmaq olar, həkimlikdə də, müəllimlikdə də, digər. Bütün sahələrdə var. Adam var ki, növbəsinə girir, yoldaşı gətirir işə qoyur. İş yoldaşına tapşırır öz növbəsini, getdi. Bəlkə aktrisalıqda daha çox yayılıb. Biraz geri Aktrisa gedək. mən görməm, mən yenə qeyd eləyirəm. Nəyə görə onlar yadda qalır daha çox bəs? Çünki göz önündə olan adamlardılar. Biz ölürük gizlidə eləməyi. Bütün əxlaqsız şeyləri, əxlaqlı şeyləri yaxşılıq eləyirlər, 4 dənə kamera ilə çəkirlər. Belə bir cəmiyyətdə yaşayırıq da. Bir adama bir çörək verirlər, bax bir dənə, bir belə çörək. Onu 4 rakursdan götürürlər. Ümumi plan, yaxın plan. Altdan, üstdən, bütün rakurslardan imkanları olsa, yəni hər rakursdan götürərlər. Budur. Sizə bizim serialların da vəziyyəti o deyil. Həqiqətən də bir neçə rakursdan göstərirlər, nəyisə göstərməyə çalışanda ki, qardaş, bax, bu fahişəni oynayır, bax, bu filan kəsdir, bu nə qədər. Mən elə görməmişəm. Mən işlədiyim adamlar peşəkar olub. Yəni peşəkar olub. İşlərinizdən kənar baxmırsınız digərlərinin işlərinə, hansı ki, bilirsiniz də artıq güclənib bu sektor. Mən görməmişəm. Seriallar, filmlər davam edir. Yəni rol olaraq güclənib o cür rol yox, artıq filmlər, seriallar daha çox çəkilir, rəqabət artır. Baxıram, əlbəttə baxıram. İzləyirsiniz də onları. Görməmisiniz elə bir şey ki, yəni göstərir. Yox, yəni bilirsiniz necə? Hər rejissorun dəst xətti var. Adam var ki, işi başqa bir səpkidə çəkir. Adam var başqa. Əsas odur ki, sən rejissorun istəyinə uyğunlaşasan. Yəni peşəkar olaraq danışıram. İstəyinə uyğunlaşasan, o nə istəyir, onu verəsən. Səndən iş olaraq razı qalsın, işini keyfiyyətli göstərəsən, bu qədər. Mənim xidmətim çəkiliş meydançasında bundan ibarətdir. İşimi gözəl eləmək, tamaşaçıya xitab eləmək, o tamaşaçıya yox, tamaşaçıya xitab eləmək, işimi keyfiyyətli görmək, zövq yəni şeyini yüksək şeylərdə tutmaq burada. Bəs yaxşı sizin üçün aktrisalıq sənətdir, yoxsa belə də qarnımı doyuzurum və mən buradan... Mənim üçün aktrisalıq artıq həyat tərzidir. Çünki biz onu artıq həyat tərzinə keçirmişik. Amma siz küçədə də roldasınız da, yəni biz... Yox, həyat tərzi o demək deyil. Mən işə gedəcəm, məşqim var, çəkilişim var, ayda, 6-ya qədər çəkilişim var, 9-a qədər məşqim var. Bu işdir. Amma mən çəkilişə gedirəm, xoşbəxtliyi. Sənin həyat tərzindir. Mən yox, həyatda oynasam bu dəqiqə oturardım. Yəni biz tam hal-hazırda səmimi Zülfiyə xanımı görürük də. Mən həyatda oynasaydım, bir çox aktrisalar var. Necəsiz? Çox yaxşısınız, necəsiz? Bilirsiniz, ilahi Tanrının bəzi
Bu artıq Belə. obrazdır. Bu Zülfiyə xanım deyil. Yo, mən onları danışıram. Mən heç bir zaman belə olmamışam. Təsəvvür eləyin. Bilirsiniz necədir? O bəzi məqamlar var. Mən insani duyğularımı və s. Hamısını tanıyırıq hər yerdə. Onlar bu deyillər. Bəs yaxşı, elə bir rejissor və yaxud da aktyor var ki, deyək ki, rejissor gəl təklif eləyir ki, Burada sizə elə oynayardım ki, lazım Aha, gəlsəydi. Oturardım, maşallah. necəsiz? Çox gözəl, yaxşı deməli, mənim rolumun daxili ailəmi. Hələ bir səsimi də qısardım, utancaq. yəni tamaşaçı bu podkastda əsas Zülfiyə xanımı görür də, bu Əlbəttə, çıxışlarımız. mən bütün mənim Orijinal. podkastdan getmir söhbət. Mənim bütün müsahibələrim bu cürdür. Bax bu cür danışıram. Hətta yazılar, əlin niyə qaldırdı danışdı. Mənim əlimdir, mənim jestlərimdir, mənim mimikamdır. Necə istifadə edəcəyimi mən bilirəm. Nəyə görə sizi qaralayıblar belə? Məni qaralamayıblar, çoxunu qaralayıblar. Sadəcə olaraq cəmiyyət xoşlayır oynayan adamı. Bu dəqiqə otursaydım burada. Xoş gördük. Siz necə yaxşıyam, bilirsiniz mənim Teatrallıq. müsibət, necə namuslu, necə Var hə belə gözəl. aktrisalarımız yəni. Əlbəttə var. At çəkməyəcəm, Misal amma çox. sizin Bir baxın da, bir gözdən keçirdim. Yox, bir sizin gəlin uzağa getməyin. Mən aktrisalarla rəfiqəlik eləmirəm. Varmı sizin misal üçün teatrda, Bakı Bələdiyyə Teatrında belə Bizim bir aktrisa? teatrda yoxdur. Bizimkilərin yaxşı xüsusiyyəti odur ki, necə varıq eləyik. Bəs yaxşı deyək ki, Bu biri bizim çıxdı. rəhbərimizdən qaynaqlanır. Yaxşı deyək ki, biri çıxdı aktrisalardan, digəri onun yerinə gəldi. Yenə də bu fikirdə olardı. Yoxsa deyərsiniz ki, biri var təzə gəlib, onu bilmirəm. Təzə gəlib deyəndə ki, Sizə təzə gələn artistlər də var. Mən müşahidə bilmirəm siz eləyirəm. çox uzun illərdir artıq ordasınız, amma bəli. təzə gələnlər də var. təzə gələnlər var, müşahidə eləyirəm. Amma mən aktrisalarla heç vaxt rəfiqəlik eləmirəm. Bir aktrisa xaric, ona da dostluq eləyirəm. İllərdir, 20 ilə dayanır. Ona da biz onunla dostluğumuzu quranda biz bilirdik ki, biz bir-birimizə rəfiqə kimi baxırıq. Kimdir o? Bizə də Aktrisa maraqlıdır. kimi baxmırıq. Rəfiqəm də Aynur Abbasova, mənlə eyni teatrda işləyir. Biz 20 ilə dayanan dostluğumuz var. Dostluq deməyim, bacılıqdır. Həmişə danışıram onun haqqında verilişlərdə, sevirəm onu bilir. Yəni mən ona aktrisa kimi baxmıram. Aktrisa kimi baxsam baryerlərimi çəkərəm. Demirəm səmimi, qeyri-səmimidirlər çox. Yox, sadəcə olaraq istəmirəm. Fərdi özüm üçün yaşamaq daha gözəldir. Yəni dostluq bəzi sahələrdə dostluq başqa şeylərə aparır. Paxıllıq və sairə intriqalara. Sizin aktyor və aktrisalarda, hansı ki Bakı Bələdiyyədə az öncə göstərdiyiniz epizodda kimi bir insan yoxdur da deyir Yox. ki. Hamı çıxır özünü göstərir də. Hamı özüdür, olduğu kimi. Mən deyirəm axı rəhbərdən çox şey qaynaqlanır. Yox, rəhbərlik artıq şəxsi həyata girə bilməz, müdaxilə rəhbərlik deyə bilməz. Axı get podkastda bu cür çıxış elə, rola gir və yaxud da girmə, özünü Yox. göstər. Bizim səmimiyyət qanımızdadır yəqin ki. İndi bilmirəm, çox Rəhbərlik seçir də onda olar. əminəm deyə bilmərəm. Heç kimin deyir, heç öz doğmava deyə bilmərsən. Amma mən müşahidə elədiyim qədər yoxdur. Amma başqa yerlərdə görmüşəm də, ad çəkməyəcəm təbii ki. Bir götürün müsahibələrə baxın da, necə gözəl qanadı taxılmış müsahibələr var. Düzdür. Tanıyırsan axı elə deyil. Mənim emosional, belə çılğın danışmağım, ürəyim istədiyi kimi əllərimi danışmağım məni heç nədən geri salmır. Əksinə hamıdan da önə aparır. Çünki mən olduğum kimiyəm. Yaxşı insan, doğru insan, insan analiz eləyən insan, insan səmimiyyətini uzaqdan bilir. Təsəvvür Mən məsəl üçün oynayan adamı 5 metrədən tanıyıram. Mənə heç kim oynaya bilməz. Mən bilirəm ki, oynayır, deyirəm oynayır, fikir vermə. İndi öz fəaliyyətdədir. Peşəkar öz fəaliyyət nömrəsi. Yəni siz belə deyək, bu hansı kitablardan oxuyursunuz bunu, yoxsa elə öz təcrübənizdən əsas? Həyat təcrübəsi. İşimin verdiyi, bizim işimiz nədir? Universitetdə oxuyanda kişi müəllim bizi göndərirdi cəmiyyətə, buraxırdı cəmiyyətə yaxşı mənada. Deyirdi insanları gedin müşahidə eləyin, gətirin. Taksi sürücüsünü müşahidə elə. Tum satan qadını müşahidə elə, Daim müşahidə edəsiniz də onu da. Bəli, insanları çox müşahidə eləyirəm. Amma insanlar müşahidə elədiyimi görmürlər. O da biraz necə deyirlər, istedadlı da. Əlbəttə. Göz yumlu. Bəli, o orada eləyir, mən ona baxıram. Ha belə. O görmür amma ona baxdığımı. Bəs yaxşı, bayaq sualım yarımçıq qaldı. Deyək ki, hər hansı bir rejissor sizə təklif eləyir, yaxşı bir qonorar təklif edir. Azərbaycan belə deyək, qonorarların üstündə. İndi aşağı-yuxarı bilirik də, indi aktrisalarımız kinoya görə nə alır, seriala görə nə alır. Amma rejissoru xoşlamırsınız da. Çəkiləcəksiniz o filmə yoxsa yox? Mən rejissorla şəxsi münasibət saxlamıram ki, salamdan başqa. Axı biz filmlərdə bir ailə oluruq, ən azından bir 30-60 çəkiliş günündə. Əgər rejissor o yüksək büdcə ilə iş çəkirsə və mənim ssenari xoşuma gəlirsə, işin keyfiyyətindən əmin oluramsa ki, bu iş yüksək keyfiyyətdə çəkiləcək, yaxşı yerlərdə olacaq və rejissor
ki bu işi üstünə götürən rejissorun xasiyyəti mütləq ki, normal olmalıdır ki, məndən təkcə məndən işləmir ki. Çəkiliş meydançasında Əli də var, Vəli də var, Pirvəli də var. Hamı ilə münasibət saxlamağı bacarmalıdır. O artıq mənə adaptasiya olacaq, mən ona. Biz iş disiplinini saxlamaqla işləyəcəyik. Yoxdur, indi sizin də müəyyən bir sərhədləriniz var. Mənim sərhəddim ancaq ssenaridə keçə bilər. Və danışıq həddində keçə bilər. Mən öz xarakterimi o qədər doğru idarə edə bilən adamam ki, hər kəsin harda dayanacağını ona elə yaxşı mənada mədəni, səviyyəli, etik normalarla göstərim ki, hər kəs harda dayanacağını çox gözəl bilir. Ona görə də mənim iş birliyimi əmin olduğum ki, yaxşı yerlərə gedəcək, onu, yəni mənim ondan xoşum gəlmir. Belə çıxır mənim cəmiyyətdə çox adamın çox xasiyyətindən xoşum gəlməyəcək, mən iş birliyi eləməyəcəm. Bu qeyri-peşəkarlığa girir bu arada. İndi sənətdə səmimiyyət yoxdur da belə çıxırsın sözünüz. Səmimiyyət var, niyə var? Yoxdur ki. İş görürsən sən. Gözəl bir söz oxumuşdum. Evinizə apara bilməyəcəyiniz və heç bir zaman evinizə aparmayacağınız adamlar üçün əsəbləşməyin. Mən onların heç birini evimə daşımayacağam. Ona görə mən onlarla nə intriqa yaşaya bilərəm. Salam, sağ ol, işimi bəli, rejissor tapşırığım verdi. Budur mu? Bu deyil. Yox, bu qədər, bu qədər. Yəni ola bilərmi ki, sonradan misal layihənin ortasında peşman olasınız və layihədən sonra elə bir praktikada olubmu sizdə? Mən işə çox peşəkar yanaşan adamam. İçimdə hətta o peşmançılığım yaransa belə, mən onu öz belə deyim, orqanikamla, öz peşəkarlığımla yaxşı çevirə bilirəm ki, işdən soyumayım. Mən onu çox gedişatı çox gözəl apara bilirəm. Yəni ehtiyac yoxdur, gedişat nə baş verəcək? Axıra qədər o layihədə olacaqsınız. Əlbəttə, ta ki mənim özümün çox belə bezdirən şeylər olmasa olacam. Çünki mən işimə peşəkar yanaşıram. Mənim üçün artıq dediyiniz maddələr girəndə çox öz fəaliyyət dərəcəsində. Onda pula fokuslanmırsınız da, yəni məbləğ gözünüzün qabağa gəlir. Mənim üçün ssenari gözəl olmalıdır və məndən yəni yaxşı işləməlidir peşəkar anlamda. Bəs hesab edirsiniz ki, bu vaxta qədər çəkildiyiniz ssenarilər yaxşı olub? Kifayət qədər gözəl olub. Azərbaycanda ən yaxşı çəkilən işlərdə olmuşam da. Ən yaxşı rejissorlarla çalışmışam. Yaxşı rejissorların bir qismi ilə çalışmışam, bir qismi ilə çalışmamışam. Düşüncələrimdə var ki, o belə deyirik, bununla çalışmaq istəyərdim. Hə, beyin olaraq. Təbii ki, onu da mütləq evren deyilən bir şey ver, kainat mənə gətirir. Mən heç ona əziyyət çəkmirəm. Düşündüyüm şeylər onsuz da mənə gəlir. Bəs aktyorlarla necə olur bu? Misal üçün deyək ki, hansı bir aktyorla konfliktiniz var, şəxsi həyatda, zəhləviz gedirdi onunla. Hamı ilə səhnə bölüşürəm. Başroldasınız ikiniz də. Hamı ilə səhnə bölüşürəm. Mən peşəkar yanaşıram. Axı insan biraz belə də instinkti ilə hərəkət edən varlıqdır. Yəni gəldik mən insan rutinə düşəndə, həyatın axarına düşəndə, peşəkarlıq axarına düşəndə, əgər peşəkarlıq qazanıbsa, belə şeylər dövriyyəyə girmir. Girirsə qeyri-peşəkarlıqdır. Bəs yaxşı, sizin xüsusi bir imiciniz var ki, hansı ki, rejissor sizi o imicdən kənarlaşdırsa obraz, deyək ki, nə bilim, çirkin düşməlisən, belə nimdaş formada olmalısan. Yox, hər şey geymişəm, hər şey, qaloşdan belə, cırıq paltardan belə, hər şey, baxımsız, pırtlaşıq saçlı, Xocalı, belə Qarabağ filmində, ürəyiniz istəyən vəziyyətdə çəkilmişəm də, yəni görüntü olaraq. Mən görüntü satmıram. Mən yaradıcılıq satıram. Görüntünü vizual gözəllik tələb eləyən işlərdə satıram. Əgər mən boylu buxunlu gözəl bir qızı canlandırıram, bir xanımı canlandırıramsa, xarizması, cazibəsi olan, bəli, orada mənim üçün görüntü keçərlidir. Amma mən döyülən bir qadını canlandırıb, yarım metrə makyajla otura bilmərəm kadr qabağında. Bu mənim qeyri-peşəkar. Makyajsız döyülmək istəyirsiniz onda obraz olaraq, yoxsa? Yəni sənə əgər evdə ərin döyürsə, makyajsız vəziyyətdə, sən burada döyülüb, qapıdan çıxıb makyajla olursansa, deməli sən qeyri-peşəkarlığın. Yəni göstərilməlidir ki, bu həqiqətən hansısa bir yerdən gəlir, makyajdan sonra döyülür. Əlbəttə. Yəni hamısı xronoloji. Sən kasıbçılıqda yaşayıb yarım metrə dırnaqla obraz oynaya bilmərsən. Amma indi kasıblar da dırnaq qoyur, nə bilim, ustalara gedilər, bütün axırıncı maaşlarını, necə ki, indi gənclər fikir verir, 60 maaş alırlar, maşallah, hər şey çatdırırlar. O həyatdan götürülüb. Amma ona tamaşaçı baxsa, həyatdadır. Amma ona tamaşaçı baxsa onu qüsur tutacaq. Ki belədir. Biz filmlərdə, seriallarda bilirsiniz ki, davamlılıq tutdururuq da. Onu müəyyən qədər belə deyək, kinoda yalan da olmalıdır da. Yalan deyil, sadəcə olaraq bütün qaydalara çalışırıq ki, riayət eləyək də. Yəni kinonun bir xüsusi bir qaydası var da, onda çəkiliş olsun, oynamaq olsun və s. Doğru olsun da, yəni hekayəyə inansın, vəziyyətə inansın, görüntüyə inansın. Çünki bəzi rejissorlar var, ən azından xaricdə. Mən bu makyajla durub küçədə dilənə bilmərəm. Yaxşı, bəs Zülfiyə Qurbanova olaraq amma belə geyinib, saçım, makyajım yerində, belə enerji ilə
qəşəng gəlib emosionallıqla bu üzüklərimdən gəlib gözəl bir şəkildə müsahibəmi verə bilərəm. Amma mən rol olaraq Zülfiyə Qurbanov olaraq belə deyim, küçələrdə dilənən və yaxud da balasını itirib başına hava gələn bir qadını bu makiyajla, bu görüntü ilə canlandırsam, heç kəs inanmaz. Heç özüm belə inanmaram. Saxta sənət satmış olar. Yaradıcılıq saxta şəkildə satmış olar. Yaxşı Zülfiyə xanım, bu satmaram, heç onu alan da olmaz. Çıxışlarınız həqiqətən çox emosionaldır deyə maşallah olsun. Söz çatdıra bilməzsiniz. Baxın belə deyək də, sizin üçün onda belə deyib sərhəd yoxdur aktrisalıqda. Yəni bu obrazı mən yox, mən gözəllik satmıram yenə deyirəm. Mən yaradıcılıq satıram. Misal üçün də amma o yaradıcılığın içində gözəllik görənlər olur və o xoşuma gəlir ki, gözəlliyi görür. Bu cür gözəl qadın məsələn və yaxud da yaxşı qadın, xarizmatik qadın roldakından danışılır söhbət. Bu cürdür. Fikirləşirəm, orada o artıq bunu görübsə, deməli, afərin. Bəs yaxşı, deyək ki, bir filmdən təklif gəlir. Fərqi yoxdur, Azərbaycanlı rejissor və yaxud nəsə. Misal üçün Trier'in bir filmi var, Lars von Trier, yəqin ki tanıyırsınız. Üzü yanıqlı da çəkilmiş. Üzü yanıqlı məsələsi deyil. Hansı ki, misal üçün orada fahişəni oynatmır, amma elə bir səhnə çəkir ki, artıq o səhnəyə biz baxdığımızda deyir ki, yəni bu pornodur da. Yəni siz o yerə qədər sərhəd yoxdur, siz də oynayacaqsınız orada. Əlbəttə var. Mən ümumiyyətlə təmas səhnələrində oynamıram. Mənim bir dənə yaradıcılığımı göstərin ki. Fahişə təmas olunmasa inandıra bilirik biz tamaşaçını. Niyə? Zəhər tuluğunda təmas var idi. Biz obrazları müzakirə. Yox, mən sual verirəm. Mənə deyin ki, məsələn, zəhər tuluğunda təmas var idi. Bir adam birinin əlini belə tutmuşdu. Mənə sadəcə deyil. Yox, mən tamaşaçı olaram. Yox, mən sual verirəm. Var idi, yox idi. Yox, mən də bir dənə sual verirəm. Bir dənə sualıma cavab verin. Var idi, yox idi. Yox idi, amma inandınız? Yox. İnanmadınız. Niyə inanmadınız? Mən inana bilmədim. Siz açıq-saçıqlıq inandınız. Açıq-saçıqlıq məsələsi. Mən tamaşaçı yenə deyirəm, mövqeyi ilə baxıram burada. Yəni biz fikirləşirsiniz ki, mütləq tamaşa kamera qabağında bütün əxlaqsızlığı olmalıdır. Yox, burada sizin sərhədlərinizdən söhbət gedir ki, yəni siz də o Trierin oynatdığı aktrisa, fransız aktrisa kimi oynayacaqsınız. Mən ümumiyyətlə oynayacaqsınız. təmas səhnələrində oynamıram. Heç bir şey. Onun deməli sizin sərhədiniz var da, bayaq da sərhədim yoxdur. Yox, mən rol seçimində sərhəddim yoxdur. Yəni ki, görüntü olaraq fahişəni oynayıram, amma pornoqrafik detal olmasın orada. Birincisi Azərbaycanda sənət o ali səviyyə. İkincisi ən əsas məsələ, hətta birincisi. Biz o cür, yəni tərbiyə almışıq ki, ölkə olaraq. Bu istəsəməz neynəsək də biz Alman kimi düşünmürük, İtalyan kimi düşünmürük. Siz bayaq danışdığınızda yox, seçimdə sərhəddim yoxdur. Yox, peşəkarlıqdan danışırıq biz burada da ki, yəni aktrisalıq, peşəkarlıq, mənim üçün o yaradıcılıqda kamera qabağında çılpaqlıq, o bütün səhnələrin göstərilməsi mənim üçün peşəkarlıq deyil. Mənə peşəkarlıq deyil, hətta aktrisa işində belə. Belə deyək də, bu artistlər hansı ki, Oscar da alıblar, rejissorun özü də şey olub. Amma onlar orada yaşayıblar. Onlara üçün peşəkarlıqdır. Azərbaycan səviyyəsində peşəkarlıq. Onda mentalitetlə bağlı belə deyək. Əlbəttə. Mən Azərbaycanda doğulub heç cürə deyə bilmərəm ki, mən mental düşüncədə deyiləm. Onda sizdə də vardı, görəsən qonşu nə deyir? Qonşum yox. Qohum olsun, heç qohum da maraqlıdır. Mənim özümün tərbiyəmdən gedir. Məni evdə böyüdən bir qadın məni belə tərbiyə ilə yetişib. Yox, o tərbiyəsizlik deyil. Şükür Allah, indi küçələrdə bir kamera qursan nələr eləyirlər, nələr. O tərbiyəsizlik deyil. Amma mən belə tərbiyədə böyümüşəm. Məni belə bir qadın yetişdirib ki, mən bunu eləmərəm. Mənim üçün yaradıcılığa girmir. Çünki mən kamera qabağında özümə o qədər inanan adamam ki, təmassız da səhnələri gözəl həll eləyə bilərəm. Zülfiyə xanım, təsəvvürün bir zorlama rejissorum, zorlama səhnəsi çəkirəm. Necə bunu təmas elətdirəm? Gərək elə zorlasın kamera qabağında. Yox da, mən bunu göstərmək istəyirəm. Mənim ssenariym yazılır. Kamera qabağında zorlanmağın, zorlanmağı göstərməyin çox gözəl tərzləri var. Gün soldu, şimşək çaxdıdan demirəm ha, bir icazə verin də. Çiçək soldu, şimşək çaxdı, nə bilim, pərdə cırıldı, fəvvəsarə yox, ehtiyac yoxdur buna. Amma bunu estetik və o qədər gözəl göstərən rejissorlar həllini daha gözəl bilir. Ona ehtiyacı yox. Kim göstərir bizə Azərbaycanda? Göstərə bilər yəni. Kim göstərir? Yəni bir dənə az çəkin ki, bu rejissor bu çılpaq səhnəni belə yola verdi, silüetlə göstərdi və s. nə bilim səs verdi. Bir dənə İspan rejissor var, adı yadından çıxıb, Bergman səhv edirəmsə. Hansı bir silüetlə göstərir, ya da otağın rəngi ilə göstərir ki, ehtiras var, qırmızı və s. Varmı Azərbaycanda belə bir şey ki, göstərməsinlər onu? Misal, əgər siz Emil Quliyevi düşünsəz, hansı ki... Yox, mən ümumiyyətlə düşünürəm ki, bu dəqiqə hansı iş var? O belə əminəm ki, göstərməyə çalışıb. Amma göstərə bilməyib. Nəyə görə siz dediyiniz sərhədlər ortaya çıxıb? Niyə? Bir işə baxmışdım. Azərbaycandan. Azərbaycanda idi. O da pis deyildi, yaxşı idi kifayət qədər. Göstərirlər. Heç bir açıq-saçıqlıq yox idi.
Suğra və oğulları idi. Aha, bildim. O tarlada olan səhnəni deyirsiniz də, o nəsə. Yəni orada heç bir açıqlıq var idi. Açıqlıq yoxdur, amma mən tamaşaçı yenə inana bilmirəm ona. Siz nə iş hansı həddə gəlməlidir ki, inanasınız? Bilirsiniz necədir? Mən baxıram. Mən çıxır. baxıram, misal üçün artistə baxıram, tamaşaçıyam. Heç demirəm ki, işığı burdan qurublar, nə bilim kamera burdandır ki, bu vəziyyəti versin. Ona görə demək bilirsiniz də, işığın, kameranın dəyişməyə belə vəziyyətə necə deyilir, xidmət eləyir. Mən onu qoyuram qırağa. Mən tamaşaçıyam, baxıram ekranımda, görürəm ki, yax, artist sıxılır. Yəni nəsə burada düz misal üçün Səmimi Fərhad oynayır orada, Səfət məsələn digər tərəfdə. Gələm ki, yax, bunlar rola hazırlaşırlar, deyir ki, bir dənə tez baza ilə. Mən peşəkar aktrisayam. Mən şəxsən inandım ki, mən çox tənqidçi adamam. Öz yerlərimə 100 dəfə baxıb böyüdüb gözümün ifadəsinə, heç kimin görmədiyi göz ifadəmin alt qatına qədər baxıb özümdə doğrudur, doğru deyil, analiz eləyən adam. Mən inandım. Siz inanmamısınız. İş hansı həddə olmalıdır ki, inanasınız o çatmır. Yaxşı, belə deyək də. Mənim sərhəddim, bəli, suala qayıdım, bəli. Mən heç bir zaman, yəni, çəkilmərəm. Mənim fikrimcə, rejissor film çəkir və o film onun övladı olur. Səhnənin həlli önəmlidir. Baxın, o onun övladı olduğu üçün hər kəs öz övladını istədiyi qədər yetişdirə bilir, istədiyi formada yetişdirə bilir. O da istədiyi filmdir, düzdürmü? Onu istədiyi qədər yetişdirər, istədiyi qədər artistini başqa aktrisanı seçəcək. İlla da Zülfiyə Qurbanovanın çəkiləcəyi bir şey deyil ki. Bəyəm hər işə mən çəkilməliyəm, hər ağır rola mən çəkilməliyəm. Çəksin Güldəstəni, Varmı sizcə belə? Varmı sizcə belə Azərbaycanda? Azərbaycan niyə yoxdur? Azərbaycanda öpüşmə səhnələri də çəkilib. Öpüşmə yox. Bir dənə əxlaqsız qadını canlandırdım, roldan danışıldı. Demək ki, ən yadda qalan mən öpüşənlər var idi. Var da hələ. Niyə onlardan danışmırlar? Onda belə deyək də, rejissorlar buradan səslənir ki, təmas səhnələr olsa Zülfiyə xanımı narahat eləməsin. Zaten rejissorlar bilir, narahat eləməsinlər. Deyək ki, bir gənc bir rejissor tanımır. Bəli, mənə dəfələrlə şey olunub, təklif olunub, məsələn səhnə, daha doğrusu ssenari, gözəl ssenari olub, çox gözəl olub, amma məsələn bədənin müəyyən hərəkətlər olub da, indi kadr qabanı. Mən rədd eləmişəm, çəkilməmişəm, başqa aktrisa çəkilib, filmin adını soruşmayın, kifayət qədər də özünə görə yaxşı filmdir. Gedib də festivalına da gedib, orada, buraya da gedib. Mən çəkilməmişəm də. Aktrisanın başqası çəkilib və gözəl də olub. Festival filmi olsa belə. Festival filmi olsun da. Heç xaricilər baxacaq, ancaq qaydacaq qoyacaq. Bu mənim dəyərlərimdir. Bu mənim özümə rəva bildiyim. Bəs yaxşı, indiki Zülfiyə xanım. Cəmaata görə eləmirəm, özümə görə eləyirəm. Əla. Mən təması sevmirəm. Mən yad adama, tanımadığım insana bir dənə əlimi vuranda 5 dəfə fikirləşirəm o adama. Ay Allah, əli dəydi. Belə düşünən adamam. Bəs bir də xoşunuza gəlsə də, bir insan olur xoşunuza gəlir. Bununla oynayaram da, varmı elə bir adam? Yox, biz bunu bir dəfə bir tamaşaçı yazmışdı. Ümumiyyətlə tamaşaçılarda da elə düşüncə var ki, sən sevgilini, həyat yoldaşını canlandırırsansa, real həyatda da sən həyat yoldaşını desən, yox, elə deyil. Misal üçün, Aksana filmdə çəkiləndə o Mələklə öpüşündə dedi ki, mən ancaq Elşad Xosa ilə öpüşərəm. Misal fikirləşdim. O düşüncə. Mən belə düşünmürəm həqiqətən. Elə bir adam yoxdur yəni. O da təmas səhnəsidir. Ümumiyyətlə ondan da söhbət gedə bilər. Yox, sualım buna ibarətdir ki, varmı elə artist ki, deyəsə ki, bu olsa bununla öpüşərəm? Əlbəttə yox. Yoxdur, bir mənalı olaraq. Və yaxud da sizin həyat yoldaşınız olsa belə, deyək ki... Heç onunla da. Təsəvvür edin, düşünün, həyat yoldaşım aktyordur, onunla. Əlbəttə yox. Şəxsi münasibətləri o cür kamera qabağına gətirmək mənə görə düzgün deyil. Siz sevmirsiniz elə filmləri, elə artistləri qınayırsınız, fərq yoxdur. Qınamıram, amma mən sevmirəm. Niyə qınayıram ki? Son olaraq bu sualını, bu mövzunu bağlamaq istəyirəm. Deyək ki, Zülfiyə xanım... Yəni, bir də qoy mən qeyd edeyim. Azərbaycanda aktor və aktrisalar kamera qabağına keçəndə artıq onlar silahdaşdılar. Biz döyüşürük. Ta ki toxunmayana qədər. Silahdaşlar da bir-birinə toxunurlar, nə bilim, qucaqlaşırlar və s. Mən bilmirəm siz silahdaş olanda necə toxunmusunuz. Biz silahdaşıq. Yəni biz silahdaşıq da. Yəni işə xidmət edirik. Səhnə yaxşı olsun, bəli, məcazi mənada. Eyni işə xidmət edirik, səhnə yaxşı olsun, təbii alınsın, orqanik alınsın. Biz o hissi doğru ötürək. Mən bütün tərəf müqabillərimlə peşəkarlıqla işləmişəm. Bunu hamısı biliblər. Yəni İşimə xəyanət eləmiş olaram. Mən hansısa... Siz də and içmişsiniz onda bu barədə. Mən ümumiyyətlə illər öncə bu barədə müsahibə vermişəm. İncəsənət, yəni həmkarım olmaz. Həmkarımla ailə həyatı qurmaq olmaz demişəm. Mən illər öncə vermişəm müsahibəni. Hələ də deyəsən o fikirdəyəm. Ona görə də hələ də evdəyəm. Maraqlıdır. Bu sualla da istəyirəm ki, bu mövzunu belə deyək bağlayaq. Təsəvvür edin ki, Zülfiyə xanım... söz ala bilmirsiniz. Yox, Zülfiyə xanım təsəvvür edin ki, demirəm ki, filan yerdə dünyaya gəlsəydiniz onu eləməyəcəm. Baxın elə indi,
Təsəvvür eləyin ki, o Fortuna verilişi var deyə kimi tuturlar xarici Bilirəm, pasport aha. getdin xaricə. Təsəvvür gəlirlər sizə elə bir deyirlər ki, pasportun üstündə səni göndərir xaricə. Oraya üçün işləyəcəksən, Trier'in filmində oynayacaqsan, nə bilim, Spielberg'in filmində oynayacaqsan, amma bu kimi rollar da olacaq. Və yayımlanacaq da tamaşaçı da bunu görəcək, IMAX-da falan baxacaq. Yenə razılaşmayacaqsınız. Neçə yaşımda təklif olunur bu mənə? İndi heç bir zaman. Heç bir fərqi yoxdur kim çəkir, Çünki nə qədər insan milyonlar. yaşı irəlilədikcə kök atdığı yerlərə bağlı olur. Çünki dediniz ki, Azərbaycanı mən Yox. eləməliyəm, amma xaricdəki Mən başqalar doğmalarımın olduğu yerdə xoşbəxt adamam. doğmalar da gələrdə yavaş-yavaş. Yox, mən dünyanın pulunu qazanım, dünyanın şöhrətini qazanım, dünyanın hər şeyini qazanım. Mənəvi olaraq daxilən özümü tənha hiss eləyəcəmsə və yerlərim üçün darıxacamsa, olduğum yerlər, nə qədər tənqid eləsək də biz yaşadığımız yerləri sevirik, ora bağlıyıq. Ən azından mən beləyəm. Mənim üçün onlar mənasızdır, dəyərin itirəcək. Onda elə çıxır ki, siz milli belə dəyərlərə bağlı bilirsiniz. Çox milli dəyərlərə bağlı deyiləm, amma sevdiklərimə bağlıyam. Doğmalarıma bağlıyam, doğmalaşdırdığım insanlara bağlıyam, məkanlara bağlıyam. Bəlkə 5 il, 10 il sonra belə düşünməyəcəm, indi belə düşünürəm. İndi belə düşündüyüm üçün belə danışıram. Bəs yaxşı. Dedim bu sual verməyəcəm. Bəs doğulsaydınız necə olardı? Orada Misal- doğulsaydım amma çünki burayla bir bağlılığınız var. məni orada Lalə xanım böyütməyəcəkdi. Məni Yox, orada Mama Papa Azərbaycanlıdır. İzabella böyüdəcəkdi. Yox, Mama Papa da Anna Azərbaycanlıdır. böyüdəcəkdi, Azərbaycanlıdır. Olsa. Azərbaycanlı olsa, hətta xaricdə yaşayan Azərbaycanlılar da var ki, Bəli. hətta bizdən də daha çox baskı ilə Bəli, böyüdülər bəli. övladlarını. Bilinmirdi ki, orada necə böyüdəcəkdilər. Mən olmadığım, bilmədiyim şeylər haqqında, yəni hələ ki bir şey deyə bilmərəm. Hələ ki mənim doğulduğum yerdən biraz bəzi şeylərə görə şikayətçiyəm, amma belə Sənətinizi pula satmırsınız. yəni çox deyim ki, heç bir zaman satmamışam. Çünki Yəni, bilirsiniz xəyanət də o eləməmişəm. filmlərdə yəni çox böyük milyonlar aldır. Hansı ki heç burada bütün kino sektoru toplasan o qədər məbləğ Mən eləmir. həyatda pula satılan nəyəsə, nəyinsə maddiyyat qarşılığında belə deyim, iş görən insan olsaydım və yaxud da fərqi yoxdur da. Mən başqa şərtlərdə yaşayardım. İndi belə pi çıxmasın. Çox sadə, adi, sıradan gəzib dolaşmazdım həyatımı. Çox sadə, mən ən azından bilirəm ki, bax bunu belə kəkilimi qaldıranda, bax belə hamı yanında, bax belə gəzirəm. Alın açıq Bax uzaq belə, məsələsi. bəli, başa düşən düzdür. Bax belə. Kimsə gözüm üstündə qaşım var deyə bilmir. Bəlkə müsahibə özündən danışılıb. Bir dəfə biri mənə deyir ki, çox mən deyirsən. Dedim, nədir müsahibədə sən deməliyəm, mən deməliyəm də. Əliqulu deyəsi deyiləm ki, Fatma Nisə deyəsi deyiləm, mən deməliyəm də. Yəni Adətən özünü sevən insanlar bilirsiniz. mən özümü sevirəm. Niyə sevmirəm? Özümü sevirəm, özümü əzizləyirəm daxilən, özümə xoş sözlər deyirəm. Deyənlər də var ya, amma özümü özümə də deyirəm. Cəmiyyət tərəfindən çox da ciddi qarşılanmır da bu məsələ ki. Cəmiyyətə nümayiş elətdirmirsən ki, özünə deyirsən də. Sən özünə güzgüdə baxıb deyirsən ki, bu gün çox gözəl görünürəm. Gedib cəmiyyətin yaxasından tutub demirəm ki, cəmiyyət mən bu gün Bəs gözəl özünüzü görürəm. tənqid elədiyi zamanlar olur. Çox mən demirəm. Mən ən böyük tənqidçi özüməm. Mənə tamaşaçı tənqidi çox halda lazım olmur. Mən özümü tənqid elədiyim kimi heç kəs məni tənqid eləmir. Mən çəkildiyim işlərdə Hansı obraz olub? Bax, hansı obraz? Konkret obraz deyin. böyüdüb gözümün ifadəsinə qədər baxmışam. Jestimə, mimikama, hər şeyə baxmışam. Bütün rollarım üçün keçərlidir, ayırmıram. Bəs hansı obraz olub ki, konkret deyəsi ki, ayda mən burada gəlib bunu belə eləməzdim. Hər rolda məsəl üçün bir şey tapıram. Hamı üçün gözəldir, amma mən tapıram ki, bunu bu cür keçidlə eləsəydim daha gözəl Bu da olardı. sizin inkişaf aparır da bir. Əlbəttə, yerimdə sayacağam yoxsa. Hər işindən valeh olsan, mən valeh ediciyəm, mən mükəmməl oynamışam, düşünsən, mənə ümumiyyətlə işlərin uğuru təsir eləmir. Nə mənada təsir eləmir? Mənə işlərin uğuru ona görə təsir eləmir ki. Təsir eləsə mən yerimdə sayaram. Mənim üçün işlərin uğuru adi bir şeydir. Bu işim uğurludur, olmalıdır. Çünki enerji sərf eləmişəm və yaradıcılığımı qoymuşam. O bir iş bundan da yaxşı olacaq. O biri bundan. Və mən həmişə bundan yaxşıya doğru getmişəm. Zülfiyə xanım dedi ki, mən pula satılan aktrisalardan deyiləm. Amma biz baxırıq ki, 16-17 yaşında uşaqlı universitetə qəbul olmaq əvəzinə hər şey atırlar kənara, gedirlər ki, mən gedim TikTok çəkim, simam tanınsın, çox yaxşı məbləğlər alım və onun da axırı müəyyən yerlərə gedib çıxır. Baxın, bir 15 yaşlı bir qızcığaza nə demək istəyirsiniz burada? Mən ona demək istəmərəm heç nə. Valideyn nəzarətində böyüməlidir hər kəs. Əgər valideyni varsa.
Həyat elə gətirib şərtlər ola bilər ki, valideyni yoxdur və yaxud da müxtəlif yerlərdə, qurumlarda böyüyüb. Həyatdır da, hər kəsin üstündə yumruq ola bilməz ki, yaxşı mənada. Mənə görə boş mənasız şeylərdir. Yəni, sənə heç nə verməyəcək o. Sən təhsil almalısan, özünü cəmiyyətdə ifadə eləməlisən, söhbət cəmiyyətdə yox, özünü ifadə eləməlisən, haqlarını bilməlisən, hardasa lazım gələndə səsini çıxartmalısan, özünü dəyərləndirməlisən. Həyat ucuz satılmağa qədər, satıla biləcək qədər uzun. Sizcə hardan gəlir bu? Tərbiyədən gəlir bu uzun məsələ? ömrümüz yoxdur ki, ucuz satılaq hər şeyə. Ya onun o fikri də deyir ki, filan kəs heç universitet oxumayıb, gedib çox yaxşı pul Çünki qazanır. O da cəmiyyətdə sizə artıq yaxşı görür ki, TikTok deyilən bir şəbəkədə insanlar oturub qışqırırlar. Ağızlarına gələni danışmaqla pul qazanırlar. O da fikirləşir, mən Sumqayıtda yaşayıram. Saat 10-da məşqdə olmalıyam. Saat 8-dən evdən çıxıram. 8-dən evdən çıxmaq üçün, 8-də evdən çıxmaq üçün saat 6-da dururam. Cəmiyyətə çıxıram. Bəzənməliyəm, özümə əl gəzdirməliyəm, evimin işi var. Evdə qayğılarım var, onları da həll eləyirəm və 8-də evdən çıxıram ki, 10-da Sumqayıtdan Bakıya işimin dalıycan gələcəm. Və gəlirəm. Təzədən yolu tıxaca düşə, 2 saat yolu hesablamaqla Sumqayıta. Kim bu əziyyətə dözər? 20 ildir. 20 ildən çoxdur artıq. Mən bildiyim qədərilə ümumiyyətlə Sumqayıtdan Bakıya mən digər insanlar qoymam, amma aktorlar, aktrisalar, aparıcılar var yəni ki, hansı ki gedib mən gəlirlər. ümumiyyətlə bilirəm. Yəni sözümün canı odur ki, bu yetişən nəsildən çoxu bu əziyyətə dözməz. Amma biz dözürük. Niyə? Çünki mən yolumu belə götürmüşəm. Onda ilə çıxış tərbiyədə problem var da. Çünki Əlbəttə. onların hardasa anaları sizlərlə yaşıddır. Valideynlər, ataları. Bir 15 yaşlı qızın anasının neçə yaşı olacaq? 35-40. 35 yaşı, hə, bəli, Yəni, hesab olacaq. eləyək. Yaşıddır, uşağının üstünə vaxtında düşməlidir. Bizim də evimizdə övlad böyüyür. Heç vaxt deyə bilmərəm, heç vaxt və heç gəlsə pinə eləyib, nə deyirlər, qaxınc eləyə bilmərəm. Adam qorxur belə şeydən. Amma bizdə də övladlar böyüyür, yəni mənim bacım uşaqları var. Biz onları nəzarətdə saxlayırıq. Hər addımlarını quş belə uçurda bilməzlər. O demək deyil biz baskılı ailəyik, yox. Bəzi artistlər var ki, aktyorlar var ki, deyirlər ki, mən istəmirəm ki, mənim oğlum, nə bilim, aktyor olsun. Mən də istəmərəm ailə üzvlərimdən olsun. Niyə? Səbəb? Çünki çətindir. Niyə bu çətinliyə dözsün ki? Bu damğalara görədir, yoxsa? Yox, çətinliyə. 9-da girib 6-da işindən çıxsın. sahələr Gecə çətin saat deyilmi? 3-ə qədər niyə əziyyət çəksin? Bütün sahələr elə deyilmi? Bütün sahələr belə deyil. Sən bir müəllimi olanda saat 8-in yarısı dərsə girirsən, saat 4-ə qədər dərsini deyirsən, əlin ayağın təmiz evinə gəlirsən. Amma cəmiyyətimizə digər sahələrdən olan insanlar lazımdır. Maşın Başa ustası və düşürəm. s. Amma həvəsləri varsa təbii ki, mən qarşılarına keçə bilmərəm. Yəni sinəmi belə gərib deyə bilmərəm. Olmaz, yox. Əlbəttə mübarizə aparmayacağam. Amma onlar üçün bir sərhədlər formalaşdıracaqsınız da. Doğru şəkildə yönəltməyə çalışacağam, arxalarında duracağam. Mənə qalsa istəmərəm, amma özləri də istəmir. Çünki özlərinin bacım uşaqlarının təbii ki gedir söhbət. Özlərinin başqa sahəyə həvəsi var. İndi inşallah ki olarlar da. Onda elə çıxır ki, bu belə deyək, TikToka çıxan qızlar, oğlanlar öz təhsillərinə yönəlsinlər və ailələr də o düzgün Əlbəttə tərbiyəyə yönəlsinlər, təhsilə yönəlsinlər. Çox həssas dövrləridir. İstəyən insan onların ayağını sürüşdürüb mənim oynadığım o zəhər tulğundakı vəziyyətə gətirə bilər. İradəsizlikdən. İstənilən adam. İnsan var ki, həyatda başına bir hadisə gəlir. İnsandır da. Kiməsə allanır, yəni kimsə onu yoldan çıxardır uşaq vaxtı. Amma özünü həyatda tez toplayır, zəhmətlə həyatını yaşamağa başlayır. Amma bu iradəyə sahib deyil. İnsan var ki, artıq onu bir dəfə alladıblarsa, önünə gələn alladır, bir də ayılır ki, zəhər tuluğundakı o xanım səviyyəsindədir. Ona görə uşaqların o həssas dövrüdür. Mütləq yanlarında olmaq lazımdır. Onları acılamadan, onları anlayıb nəzarət altında böyüməlidirlər. Biz nəzarət altında böyümüşük. Şəxsən mən böyümüşəm. Zülfiyyə xanım, son olaraq həqiqətən sizinlə ümumiyyətlə söhbət elə bir ki, nə bilim, əlimi toka vururam falan, çox belə narahat oldum özümdə. Çünki maşallah çox emosional çıxışlar elədiniz, nə bilim, tamaşaçıları da hətta tənqid elədiniz. Ümumi tamaşaçılarda belə bir fikir ayrılığı yaranıb ki, həqiqətən Zülfiyyə əslində kimdir? Mən istərdim ki, konkret olaraq bir qısaca bunu fikir ayrılığı görməmişəm, səmimidir. Pis deyəndə də var, tənqid edənlər. Onu hamı də haqqında yazırlar. Siz daha çox öndəsiz də, o həddə çatmış gözünüz çəkirsiniz artıq ki, yox, ona görə ki,
mən niyə öndəyəm? Çünki daimi şəkildə fəaliyyətdəyəm. Sənin haqqında danışırlarsa, deməli varsan. Fəaliyyətdəyəm deyə danışırlar da. Yəni fəaliyyətdə olmasam təbii ki, danışmayacaqlar. Tamaşaçıya özümü ifadə eləməyə məncə lüzum yoxdur. Yəni ehtiyac görmürəm. Tamaşaçı yaxşı tamaşaçı, insan tanıyan, insan sərrafı olan, İnsanların oynayıb oynamadığını bilən tamaşaçı bilir ki, əslində kim oynayır, oynamır. Ola bilməz ki, çünki mən rəylər də oxuyuram bəzən aktyorlar haqqında, müsahibələrdə yazır ki, bu aktrisi oynayır, aktyor oynayır. Mən bilirəm ki, oynayır və görürəm oradakı rəy, deyirəm ki, sağ olsun, heç olmasa mənlə həm fikir adam var. Savadlı tamaşaçı. Mənim özümü ifadə eləməyə ehtiyacım yoxdur. Yəni, bundan sonra hələ ümumiyyətlə yoxdur. Söhbət yaş həddindən gedir, ha. Əldə elədiklərimdən yox, yaşdan. Mən yaşdan sonra oturuşursan, heç kimi özünü ifadə eləmək istəmirsən. Mən istənilən rolu, amma o çərçivə dediyimiz o sərhədlər xaric, götürüb oynayacağam. Rollar güzgüdür. Rollar aranızda olan adamlara güzgü tutmaqdır. Nə xoş mənə ki, mənim oynadığım rolları özümküləşdirirsiniz ki, mənə yapışdırmağa çalışırsınız, nə xoş mənə. Düzdür, bəzi tənqidlər savadsızcasına olsa da, amma nə xoş mənə ki, siz inanırsınız. Məqsəd də elə sizi inandırmaqdır. Amma bizim həyatımıza qalsa, bizim həyatımız çoxluğu nəzərdə tuturam. Kifayət qədər gözəl, kifayət qədər təmiz və kifayət qədər zəhmətkeş həyatdır. Hələ Azərbaycan şərtlərində, Azərbaycanda olan şərtlərdə aktrisa kimi işləmək, aktyor kimi işləmək çox çətindir. Yəni gəliri də az olduğu sahədə. Yəni Təşəkkürlər Zülfiyə xanım. Həqiqətən çox səmimi çıxış elədiniz fikrimcə. Təşəkkür eləyirəm, çox sağ olun. Qaldı ki, deyirsiniz ki, əl vuranla elə biləm ki, cıs eləyəcək. Mən xarakter olaraq yenə deyirəm, bura çıxıb özümü başqa cür göstərə bilmərəm. Çünki mən buyam da, belə danışıram, belə gülürəm, emosionalam. Mən ümumiyyətlə yatan adamları sevmirəm. Aşırı sakit adamlardan qorxuram. Onların həmişə ilan yuvasında gizlənir. Olduğum kimi yəni. Zaten məni sevən, onsuz da sevən sevir, belə sevməyən sevmir. Biz özümüzü güclə heç kəsə sevdirə bilmərik. Tanıyan tanıyır, sevən sevir, səmimiyyətimi bilən bilir. Belə, təşəkkür edirəm izlədikləri üçün. Tənqid də eləyə bilərlər. Təhqir xaric təbii ki də. Belə də çox da sakit adam deyiləm, olduğum kimi yəni də bu belə. Dostlar, bugünkü qonağımız aktrisa Zülfiyə Qurbanova idi. Siz növbəti qonaqlar kimi istəsəniz şərhlərdə yazın və çalışın yaxşı filmlər izləyin.